Yallah. Birinci başlayırıq. Yallah. Birinci başlayırıq trigonometriyadan. Trigonometriyada bizdə nə gələ bilər? Məsələn, sinus kvadratı alfa ilə kosinus kvadratı alfanın cəmi nədir? 1. Bəs birdən belə versəm, sinus kvadratı alfa üstəcə sinus kvadratı beta. Nə vaxt 1 olar? Bəs yaxşı, kos kvadratı alfa üstəcə kos kvadrat beta. Orada da yenə alfa ilə beta'nın cəmi 90 olursa, cavab nəyə bərabər olar? 1'ə bərabər olur. Sonra, tan alfa vur kot alfa nə verir? Bəs nə vaxt tan alfa vur tan beta 1 verir? Alfa üstəcə beta 90. Ay, sağ ol. Alfa plus beta 90 olursa. Bəs nə vaxt kot alfa vur kot beta 1 verir? O da yəni. Alfa üstəcə beta 90 olursa. Doğrudur. Bəs yaxşı, 1 üstəcə tangent kvadrat alfa nəyə verir? Bəs yaxşı, 1 üstəcə kotangent kvadrat alfa. Bucağı radyana çevirəndə nəyə vururlar? Pi bölü 180-ə. Bucağı radyana. Məsələn, 30 dərəcə neçə radian deyəndə 30 nəyə vurursunuz? Olacaq pi bölünsün 6. Yaxşı, bəs məsələn, pi bölü 6 neçə dərəcədir, necə tapın? 180. Pi'nin yerinə neçə qoyursunuz? 180. Bəs belə verirsə sinus 1. Başında dərəcə olmasa. Bu neçə dərəcədir? 57. 1 radian neçə dərəcədir? 57 dərəcədir. Sonra bucaq 360-dan böyük olanda rübünü necə təyin edirsiniz? 360-a bölüb nə tapırsınız? Qalıq. Birinci rüb hansı aralıqdır? 0.90. 0.90. İkinci rüb? 90 180. Üçüncü rüb? 180 370. Dördüncü rüb? Bu saat əqrəbin əksi istiqamət gedir. Düzdür? Saat əqrəbi istiqamətində bunlar mənfi olur. 0, mənfi 90, mənfi 180, mənfi 270, mənfi 360. Onda necə olacaq? 1 bura, 2 bura, 3 bura, 4 də bura. Aydındır. Sinus hansı rüblərdə müsbətdir? Kosinus. Tangent. Həm tangent, həm də kotangent. Birinci, üçüncü rübdə müsbətdir. Bəs yaxşı, artıb azalmaq nə idi? Artmaq nə deməkdir? Artan. İçi böyüdükcə cavabı da böyüyür. Azalan nə deməkdir? İçi böyüdükcə cavabı nə edir? Kiçilir. Sinus hansı rüblərdə artandı, hansı rüblərdə azalandı? 1,4-də artandı. 1,3-də nədir? 2,3-də nədir azalan? Kotangent. Kotangent çaşdırıram. Həmişə azalan. Həmişə azalan. Tangent. Həmişə artan. Bəs kosinus 1-2 də artır. artır. 1-2-də neyinir? Azalır. Düzdür? Bu da belə. Sonra funksiyanın ən kiçik müsbət dövrü deyəndə sinus kosinusun ən kiçik müsbət dövrü nədir? Pi. 2 pi. Sin kosda 2 pi idi. Qalan hamısının ən kiçik müsbət dövrü nəyə bərabər idi? Pi'yə. Bəs sual verirəm. Funksiyanın ən kiçik müsbət dövrü necə tapılır? Bax belə olur da. Sinus 3x. Bunun ən kiçik müsbət dövrü nədir? Pi bölü 3. 2 pi bölünsün 3. Nəyə bölürsünüz? X'in əmsalına. Bəs belə bir şey versəm. Bari. Bu belə versəm, ən kiçik müsbət dövrü necə tapılar? Ayrı-ayrı tapıb nəyin tapırsınız? Əçobunu. Burada necə olacaq? 2 pi'ni bölürəm pi bölü 3'ə. Pi'lər gedir 6. Burada 2 pi'ni bölürəm pi bölü 2'yə. Bunlar gedir, alıram 4. 4 ilə 6'nın nəyin tapırsınız? Şu. Aydındır. Bəs yaxşı, birində pi olub, birində pi olmayanda nə deyirdiniz? Deyirdik, birində pi var, birində pi yoxsa, onda ən kiçik müsbət dövr yoxdur. Məsələn, belə olanda tutaq ki, bax, burada pi olmuş. Yerinə məsələn 1 olur. 2-də 1x. Onda deyirsən, ən kiçik müsbət dövr yoxdur. Çünki bunlar adlanır da ortaq ölçüsüz ədədlər. Yəni, birində pi var, birində pi yoxdur. Yaxşı, qiymətlər çoxluğunu deyil. Sinusun qiymətlər çoxluğu nədir?
Kosinüsün. O da mənfi. Tangens, kotangens. Mənfi sonsuz, müsbət sonsuz. Yaxşı, belə versə, ona nə edirdiniz? Şey idi, köşaltda onların hasili. Pifagoru, 5 o ki, Pifagoru nədir? Oruç. Mənfi oruçda, müsbət oruçda. Bəs yaxşı, belə olsa, Sinusun yəni bir sıx kosinus kvadrat. və ya asan yol öyrətmişdim. Balaca əmsaldan böyük əmsala. Tez bazar yox. Yaxşı, sinus kvadratın qiymətləri çoxluğu nədir? Mən, yox, sıfırdan Sıfırdan müsbət. Sıfırdan 1-ə. Bəs tangens kvadrat x-in? Sıfırdan müsbət sonsuz. Bəli. Yaxşı. Deyin görüm, arcsinus x-də, tərs funksiyada. Təyin oblastı nədir? Deyif. Pi bölü 2 mənfi. Təyin. Mənfi bir müsbət. Mənfi 1 müsbət 1 qiymətlər oblastı. Mənfi O da pi pi bölü bölü- Mənfi pi bölü 2-dən pi bölü 2. Arcsinus tək funksiyadır yoxsa cüt? Tək. Tək mənfini neynir? Qabağa ötürür. Bəs yaxşı, arcosinus 20. nətəşlə cüt. 2 dənə cüt olanda nətəşlə cüt olurdu. Onda nədən çıxırsınız? Pi-dən. Arcotangens nətəşlə cüt yenə pi-dən çıxırsınız. Arctangens təkdir, mənfini ötürür qabağa. Yaxşı, arcosinusu deyin görüm. Təyin oblastı nədir? Təyin olmasa, o da mənfi birdən birə. Mənfi 1-dən 1-ə. Bəs qiymətlər oblastı? Pi bölü 2. Sıfırdan piyə. Sıfırdan piyə. Yaxşı, ad dəyişib dəyişməməyi soruşuram. 90-da ad dəyişir, qalır. Dəyişir. 270-də, Dəyişir. 180-də. Dəyişmir. 364 dəyişmir. Sağ ol. İndi bir şey yazaq. Sizdə cavab nədir? Mənfi Mənfi kosinus. Kosinus. Birinci rübdür. Birinci rübdə cavab müsbət olur. Olacaq kosinus alfa. Yaxşı, belə yazıram. Onda mənfi kosinus alfa. Niyə mənfi kosinus alfa? Çünki 4-cü rübdür. 4-cü rübdə sinus mənfidir. Şeyə baxırsınız, verilənə, soldakına. Ay. Hə, deməli belə. Sonra nə qaldı? Şeydən, birincidən qiymətləri təyin edim. Hə, üçüncüdə. Sinus alfa üstəgəl betanın açılışı nədir? sin alfa kos beta üstə kos alfa sin beta. Sin alfa cos beta üstəgəl cos alfa sin beta. İndi qulaq mənə çıxma olanda nə olur? Tərsi əgər Çıxması. Toplama olanda toplama ilə açılır, çıxma olanda çıxma ilə. Kosinus da bəs necə olurdu? sin alfa sin beta. Yo, cos alfa cos beta. Toplaması çıxması olur. Sin alfa sin beta. Burada ikisinin olur. Çıxma olanda bura nə olacaq sizdə? Toplama. Düzdür? Sonra tangens alfa üstəgəl betanın açılışı. Orta tangens alfa üstəgəl tangens beta. Altta bir çift tangens alfa olur tangens beta. Çıxmasında nə olur? Yuxarıda çıxma, aşağıda toplama. Düzdür? Sinus 2 alfanın düsturı. 2 sin alfa kos alfa. Kosinus 2 alfanın. Hansı? Kosinus Dört kvadrat dənə. alfa çıx sinus kvadrat alfa. Kosinus 4 alfa çıx sinus 4 alfa. 1 çıx sinus kvadrat alfa. Kosinus kvadrat alfa çıx 1. Hə. Sonra tangens 2 alfanın düsturu nədir? Tangens 2 alfanın. Bir çıxdan Yox, 2 tangens alfa bölünsün. bir çıxdan 1 çıxılsın tangens kvadrat alfa. İndi dərəcə azaltma. Sinus kvadratının dərəcə azaltması. bir çıx Kosinus kosinus. kvadrat. Kosinus Cos 2 alfa bölü 2. Kosinus kvadratının dərəcə azaltması. Tangens kvadratının. Kotangens də bunun tərsidir. Yaxşı, keçən səfər düşən sin alfa üstəgəl sin beta cəmdən hasilə 2 sinüs alfa üstəgəl beta bölü 2 vurulsun kosinus. sin alfa alfa çıx beta bölür. Çıxmasında necə olur? Birinci 2 sin alfa çıx beta bölür 2. Aha, İkinci kosinüs alfa üstəgəl beta bölür 2. aha. Yaxşı, kosinus alfa üstəgəl kosinus beta. Mənfi 2 yəni. Yox, müsbətdir bu. 2 kosinus alfa üstəgəl beta bölü 2 vurulsun kosinus alfa çıx beta bölü 2. Yaxşı, çıxmasında nə olur?
2 kosinus. Yox, mənfi 2 sinus olurdu. Alfa üstəgəl beta bölü 2 vurulsun sinus alfa çıxılsın beta bölünsün 2. Sonra tangens alfa çıxılsın tangens beta. Ha. Tangens Tangens alfa çıx beta. Yo səhv dedim. Tamam. Sinus alfa çıx beta bölünsün kos alfa kos beta. Belə deyildi. Burada toplama olanda burası toplama olurdu. Vəssalam. Və yaxud da bunu nə edə bilərsən? Bunu simbol kos, bunu da simbol kos yazıb ortaq məxrəci gətirib yaza bilərsən. Bir dənə də hasildən cəmi deyək. Necə də açılış? 2-də 1 ilə olan. Sinus alfa üstəgəl beta. Sinus ay sağ ol. Bəs kos alfa kos beta. Kosinus. Alfa üstəgəl beta. Üstəgəl kosinus alfa çıx beta. Düzdür? Bir də sil alfa sil beta. Kosinus alfa çıx beta. Çıxısı kosinus alfa üstəgəl beta. Düzdür? Sonra keçdik təlilərə. Sinus x bərabərdir A-da. A müsbət olanda necə olur? Mənfi 1 üstü k. Aha. Aksinus A üstə gəlsin nə? 2 pika. Pika pika. Mənfi olanda Mənfi 1 üstü k üstəlik. kosinus x bərabərdir A-da. A müsbət olanda. Aksinus Müsbət mənfi. Arq kosinus A. üstəlik. Üstəcə 2 pika. A mənfi olanda. Pi çıx. Kosinus alfa. A sol. Tangens x bərabərdir A-da. A müsbət olanda. Arctangens üstəgəl pika. Arq tangens A üstə gəlsin pika. Bəs mənfi olanda. Mənfi arctangens alfa üstəgəl pika. Kotangensdə də müsbətində müsbət olur, mənfisində pi-dən çıxırsınız. Düzdür? Xüsusi hal. Sinus x bərabərdir 1 nə olur? 2 pika. Pi bölü 2 üstəcə 2 pika. Mənfi 1 olanda. Mənfi pi bölü 2 üstəcə 2 pika. 0 olanda. Pika. Pika. Kosinus x bərabərdir 1-də. 2 pika. Mənfi 1-də. Pi üstəcə 2 pika. Bəs 0-da. Pi bölü 2 üstəcə pika. İndi bir dənə də misal tipi deyim, görüm nə bilirsiniz. Dəqiqə. Məsələn, belə bir şey. Bunu necə yazarsınız? Şey Evet, bu. azaltma. Bəli, kvadrat varsa mütləq nəyə azaltmalıyız? Dərəcəni. Oradan da alacağım kosinus 2x 0. 2x bərabərdir pi bölü 2 üstəcəl pk. Bir dənə də 2-yə böləcəm və son. Bəs yaxşı belə olsa. Sinus x bərabərdir x a. T. A sol. T kvadrat üstəcəl 3t üstəcəl 2. Bilirsiniz. Bu şey trafik. İkinci mövzu silsilə. Silsilədə D nəyə bərabərdir? A2 çıx. A2 çıxılsın A1. Bəs AN nəyə bərabərdir? A1 üstəcəl D vurulsun nə? N çıx 1. N çıx 1. Məsələn A5-i tapıramsa A1 üstəcəl neçədə yazacağam? 4. Sonra N'in tapılma düsturu. N nəyə bərabərdir? N nəyə bərabərdir? AN çıx A1 böl D üstə gəlsin nə? 1. Sıra nömrəsinin tapılması. Bəs D-nin bir dənə də düsturu var idi. Birinci imtahan düşən. AN ilə AM ilə verirlər. AN çıx AM bölünsün N çıxılsın M.
Sonra ədədi sistemlərin əsas xəstəsi. Ortadakı nəyə bərabərdir? Çağdaşlar Ədədi ortasına. Bəs yaxşı belə bir xəstə var idi. A-ın üstəgəl AM nəyə vaxt bərabər olurdu? AK üstəgəl A ilə. N üstəgəl M bərabər olmalıdır nəyə? K üstəgəl elə. Sonra birinci cəm düsturu. A1 üstəcə AN bölünsün 2 vurulsun N. Bəs ikinci cəm? Bu da 2 A1 üstəcəlsin D vur N çıx 1 bölünsün 2 vurulsun N. Bəs yaxşı SN verəndə AN-i necə tapırlar? SN çıx Esin çıx 1. SN çıx 1. Məsələn A5-i tapıramsa S5-dən nəyə çıxıram? S4-ü. Həm də silsilədə BN nəyə bərabərdir? 2 vur. B1 vur, 2 üstə N. çıx 1. Bəs Q necə tapılır? B2 böl B1. Sonrakını əvvəlkinə bölməklə. Məsələn B7 nəyə bərabərdir? B1 vurulsun 2 üstə. Sonra BN bərabərdir. BN vurun neçə yazaram? 2 üst. N çıx M. N çıxsın M. Bunun əsas xəstəsi necədir? Ortadakı hər kənardaşların yazın. Həndəs ortası. Və ya deyirdim ortadakının kvadratı bərabərdir kənardakıların nəyi? Hasili. Bəs burada necə idi qayda? B-in vur B-in nə vaxt bərabər olurdu? B vur B N vur ilə. N bərabərdir K vur N. Yox, cəmi yenə. Bəs yaxşı, birinci cəm düsturu. B1 vurulsun. B-in Q, 2 üstə N çıx. B-in Q, çıx B1, bölünsün Q çıx nə? Belə deyildi. Yaddan çıxıb İkinci cəm düsturunu siz deyirsiniz. 200-dən çıx 1. Bölünsün 2 çıx. Bəli. Sonra sonsuz azalanda necə olurdu? Və sonsuz azalan nə vaxt deyirdiniz? Nöqtələrlə bəli azala gedəndə. Bəs yaxşı birincidə yadımdan çıxdı demək, ədədidə D-nin tapılma düsturu var, S-lər verəndə. S2 çıxılsın, 2S1. D-nin tapılması ədədidə. Bu A1 üstəgəl A2-dir, bu da 2A1. Çıxanda qalır A2 çıxa 1. Ya da düşdü. S-lərin S-in düsturunu verəndə D-nin tapılma düsturu. Düşməli. Elə bil bu A2 üstəgəl A1-dir. Bundan 2A1 çıxmalıyam ki, olsun A2 çıx A1 D-ni versin. Tutdun? Yox da S verəndədir söhbət gedir. Birdən S versə necə tapasınız ona görə. Sonra loqaritmada y bərabərdir. Birinci üstüdən danışıram. A üstü x funksiyası. A1-dən böyük olanda necə deyirdiniz buna? Artan. A0 ilə 1 arasında olanda. Artan ise grafik olacaq bu formada. Azalan ise grafik olacaq bu formada. Eyni zamanda loqaritmada. A1-dən böyük olanda artan. A0 ilə 1 arasında olanda azalan. Bu isə x oxunu kəsirdi. Bu artanın qrafiki, bu da azalanın qrafiki. Düzdür? İndi keçək düsturlarına. Bir dənə bir şey soruşum. Nə vaxt ln yazırsınız? Loqaritma neçə əsas olanda? Ln loqaritma y əsasdır. Bəs nə vaxt lc yazırsınız? Loqaritma 10 əsasdan. Bəli. İndi deyin görüm, loqaritma a əsasdan 1 nə verir? 0. Loqaritma a əsasdan a. 1. Loqaritma a əsasdan x, üstəgəl loqaritma a əsasdan y. Loqaritma əsasdan eksilik. Yaxşı, loqaritma a əsasdan x, çıxılsın loqaritma a əsasdan y. Loqaritma A əsasdan. Sonra bu qabağa necə gəlirdi? N böl m kimi. Evet, bunun qabağı özü gəlir, bunun qabağı nəyə gəlir? Tərsi. Yaxşı, belə deyirəm. Bunun cavabı nədir? Loqaritma 1. 1. Əsasla arqument bu formada ixtisar edə bilir. Yəni bir-birlərinin nə idilər? Tərsidirlər. A əsasdan B ilə, B əsasdan A. Yaxşı, bunu deyin. Bu nəyə bərabərdir? Loqaritma C əsasdan. A əsasdan B. Yo, əsas dəyişmədir bu.
C-lər. Adam C-ləri atırdıq. Promoyuna nə deyirdik ki, əsasdan B. Hə, yuxarı qaldırmaqla isbat edirsən üsturu. yuxarı qaldı. Qaldıranda C-lər gedəcək, hə, əsasdan B qalır elə. Hə, de. Ortada yazdığımızda mesela orada ikinci tərəfdə A-nın yerdə olsa. B əsasdan C olsa, Yo, 2 A olsa, A-ları yenə söyləmək. yox, olmaz. Eyni olmalıdır. Mənə. Məsələn, A kvadratı olsa, hə, A-lar gedir, 2 qalır. Amma 2 olsa, yox. Məsələn, 10 olsa, ora 5 olsa getməz axı. Sonra, loqarif var. Burada x-in təyin oblasti deyəndə necə olur? İçi necə olmalıdır? Sıfırdan böyük. Amma A sıfırdan böyük nədən fərqli olmalıdır? Birdən. Birdən. Şeyi təkrarladım funksiyanı. Yaralı yeri hamının. Funksiya. Keçmirəm, təkrar elə. Funksiyadan danışıram. Xətti funksiya necə olur bizdə? K üstə gəl B. K burada nə adlanır? Bəs B? Sərbəstdir. B sizdə hansı oxu kəsdiyi nöqtə idi? Y. K nəyə göstərirdi bəs? Bucaq. K nəyə bərabər olacaq? Tangent sərfəyə. K müsbət olanda bucaq necə olur? Müsbət. 2 olur. Bucaq E funksiya necə olur? Artan. K mənfi olanda Kör bucaq olur. Azalan. K dedik tangent sərfəyə bərabərdir. Alfa 2 olanda K müsbət olur. Funksiya olur artan. Qulaq as. Alfa kör olanda K olur mənfi. Funksiya necə olur? Azala. İndi bir dənə söz soruşuram. Burada K ilə B işarəsi rezədir. K müsbətdir. B mənfidir. Səhvdir. Yox, K mənfidir. B müsbət. B y oxu kəsdiyi nöqtədir. Yuxarıda kəsdiyi üçün müsbətdir. K isə bucağa baxırsınız. Kör bucağı əvvələ gətirdiyinə görə K necədir sizdə? Mənfi. X oxu kəsdiyi nöqtə necə tapılır? Y0. Bəs y oxu kəsdiyi nöqtə. İndi bir misal göstərirəm sizə. Hansı ki 2023-də düşüb. Məsələn, uşaqlar həmişə soruşur ki, funksiyanı görəndə mən nə bilim ki, nə etməliyəm? Baxırıq diqqətlə. Bax, məsələn, bu funksiya. Getmisən imtihana, düşüb sənə. Sənə nə verilib? Əlində tək olan şey budur. Bu hansı oxu kəsdiyi nöqtədir? X oxunu kəsdiyi nöqtədə y demişik nə olur? 0. Onda bu verilən funksiyadır. Gətirib bu nöqtənin yerinə qoya bilərəm. Onda B çıxısının 6 0-dırsa, B-ni necə tapacam? 6. Buranı qeyd elədim 6. Və şərtdə deyir ki, AB BC-yə perpendikulərdir. Yəqin ki, burada düz bucaqlı üst bucağı görürsünüz də. Bura H-dır. Bura M, bura M. Keçən imtihanda da düşmüşdü. H kvadrat nə idi? İndi mənə baxın. Buradan bura görürsünüz də 6-dır. Bura 3-dür. Buranı da bilmirəm. Olacaq 6-nın kvadratı bərabərdir 3 vurun. 3n 36. N-i neçə alıram? 12. Bura 12-dir. 3 ilə 12-ni toplayıram. Aydındır. Yəni, misala baxanda, baxmalısınız x oxunu harada kəsib, y oxunu harada kəsib. X oxunu kəsdiyi nöqtədə x neçədirsə y 0 qoyursunuz yanına. Y oxunu kəsdiyi nöqtədə x 0 olur. Məsələn, keçənlərin belə bir misal gəlmişdi. Funksiya düzdür, ətraflıya çox da gözləmirəm, birdən onlarda şikayət. Məsələn, bu misal. Burada görsən, y oxunu kəsib. Y oxunu kəsdiyi nöqtəni tapandan x-ə nə verirlər? 0. Deməli, sən buranı tapmaq üçün x-ə nə qoymalısan? 0. Yəni, görən kimi tanımaq lazımdır bunları. Oranı neçə tapacam? 7. Bu da simmetriya ilə mənfi 7 olacaqmı? Sonra, bura 3 mənfi 4-dürsə, bura müsbət 4 olacaq. Bura neçə olacaq? 3. İndi bax, buranı tapsam, 3 ilə 4-ün Pifagoru neçədir? 5. Burada 3 ilə 4-ün Pifagoru neçədir? 5. AB-yi neçə tapıram? 10. Mənfi 7-dən də 7-yə məsafəviz neçə olacaq? 14. 14 ilə də 10-un cəmi
Olacaq 24. Yəni güya yeni sual idi, güya dəhşətli idi. Dəhşətli bir şey var burada. Sadəcə qaydaları bilməlisən. Eyni formada. Burada gəlmişdi elə tip. Təpə nöqtəni hamı tapa bilir də. Təpə nöqtə emindir. Bunun emi nədir? 8-i 2-yə bölüm. Cavabı neçə alıram? 4. Bura 4'dür. Enini tapanda. Alıram neçə? 2. Burada 2'dir. İndi mənə nə deyir? Deyir ki, bu koordinat sisteminə görə həm apsis oxuna deyir simmetrik köçürt, həm ordinat oxuna, həm də koordinat başlanğıcına. Onu necə köçürdürlər? Bax, bunu köçürdürəm bura. Bura 2-dirsə, mən bura neçə yazacağam? -2. Sonra bura 4-dürsə, mən köçürdürəm bura. Bura neçə yazıram? -4. Buranı da birləşdirirəm, özü alınır. Fiqur aldınızmı? 4 bucaqlı. Düz bucaqlı. Necə? Nini? Səssiz gedir. Deməli belə, bir də mənə qulaq asın. Bax, qollar necə olacaq simmetriyada? Yuxarı, burada, aşağı, burada aşağı. İndi bu düz bucaqların perimetrini hesablamalıyam. Mənə baxın, -4-dən 4-ə məsafə neçədir? Bəs -2-dən 2-yə? 4. Perimetri 2 olacaq, 8 üstəgəl 4. Çox çətin sualdır bəyəm. Amma imtahanda xaos doğurmuşdu ki, ay Allah, belə sual ki. Yəni qaydaları bilirsən və salam. Orada xüsusi heç bir şey yoxdur. Davam edək qayda təkrarımızla. Xətti funksiya haqqında başqa nə deyəcəkdim sizə? X oxun, Y oxun dedik, K-nı, B-ni dedik. Hə, burada. Bunları necə müqayisə edirsiniz? Bucağa görə. Birinci rübdədirsə, birinci, üçüncü rübdədirsə, hər ikisi müsbətdir. Bucağı böyük olan böyükdür. Amma məsələn, buradan keçsə, bu ikinci, dördüncü rübdür. İkinci, dördüncü rübdən keçənin K-sı necə olur sizdə? Mənfi. Ən kiçik olaraq onu götürəcəksiniz. Aydındır. Sonra danışıram kvadratikdən. Kvadratikin 3 forması var. Biri ax kvadrat üstəgəl bx üstəgəl c-dir. Biri a vurulsun x çıx m-in kvadratı üstəgəl n-dir. Biri də a vurulsun x çıx x1 x çıxılsın x2'dir. Buradakı m-in nə sayılır? Təpə nöqtə. Bəs burada x1 x2 nə sayılır? Köşlər. Köşlər x oxunu kəsdiyi nöqtələrdir. M-in də bilirsiniz ki, funksiyanın təpə nöqtəsidir. M necə tapılır? Bəs n? 4a sağ. A müsbət olanda qollar necə olur? A mənfi olanda qollar aşağı. İndi bu funksiya haqqında danışaq. Bunun A-sı necədir? C-si müsbət. Çünki yuxarıda kəsb. Sonra diskriminantı niyə müsbətdir? Çünki x oxunu 2 yerdə kəsib. X oxuna toxunanda nə olur? Apsis oxuna toxunanda və ya apsis oxu üzərindədirsə diskriminantını götürürsünüz? 0. Bəs kəsməyəndə? Mənfi. Yaxşı, M necədir? M müsbət. N necədir? B nəyə bərabər idi? A müsbətdir, M müsbətdir. Onda B-yə nə qalacaq? Mənfi. İndi bir şey soruşum sizdən. Desəm ki, ax kvadrat üstəcə bx üstəcə c. Nə vaxt həmişə müsbətdir? A müsbət, mənfi. Olanda həmişə müsbətdir. Bəs A da mənfi, diskriminant da mənfidirsə nə deyirsiniz? Həmişə nə? Mənfi. Həmişə mənfidir. Bunun düsturunu necə qurarsınız? Evi neçədir? Eni, C'si. İndi təpə nöqtə ilə verəndə düsturum budur. Məxluqa sən də qulaq as. Sizin də qulaq asan. Emin yerinə neçə qoyuram? 3. Elin yerinə mənfi 2. Mən burada nəyi tapmalıyam? A-nı. A-nı necə taparsınız?
A, sol. Y oxun kəsdiyi nöqtəni verib sənə 9. X-ə 0 qoyub bərabər eləyərəm 9-a. X-ə 0 qoyanda 9 açıq 2, 9. 9-a 11. Anda neçə alaram? 9-da 11. Şu, aydın oldu. Formada da bunun əmsalını tapa bilərsiniz. Sonra sual verirəm. AX kubu funksiyası nə vaxt artandı, nə vaxt azalan? X müsbət olanda. A'sı. Hə. A'sı müsbət olanda necə olur? Mənfi olanda. Artandısa hansı rüblərdən keçir? 1, 3. Azalandısa 2, 4. İndi belə bir şey yazıram sizə. Elçin. Fikrin dəstə olsun. İndi nömrələyirəm. 1, 2, 3, 4. Deyin görüm, birinci funksiyanın qrafiki neçəncidir şeydir? Qrafikdir. Birincidir. Niyə? Burada x-ə də müsbət verməliyəm. Cavab da müsbət alınmalıdır. Hər ikisinin müsbət olduğu rüb birinci rübdür. Ona görə 1-ə birinci gedir. İkinciyə? İkinciyə. Yox. X-ə müsbət verməlisiniz. Cavab amma necə alınır? Mənfi. X müsbət, y mənfi. 4 deyil, 4-cü rübdən keçən. Yəni 3-cü qrafik. Buna getdi 3-cü. Bəs buna? 4. X mənfi. 4. X-ə də mənfi verməliyəm, y-ə də mənfi verməliyəm. Buna getdi 4. Buna da qaldı 2. Aydındır. Çoxaltı funksiyanın təyin oblası necə tapılır? Yox, təyin. Çoxaltı x-2 böyük bərabər 0. Çoxaltı funksiyanın içində nə olursa olsun, kökün altından götürürüz. Böyük bərabər 0. Bəs yaxşı, belə versəm. Tək dərəcə olarsa kökün altında istənilən dərəcə ola bilər. Mənfi sonsuz, müsbət sonsuz. Qiymətlər oblastı mənfi sonsuz, müsbət sonsuz. Tək dərəcədə. Cüt dərəcədə 0-dan müsbət sonsuz var. Çünki 0-dan böyük götürürəm cavabını. Bəs yaxşı, kvadratik funksiyanı olsa kökün altında qiymətlər çoxluğu necə olar? Eyni tapırıq. Eyni tapırıq. A-sı müsbət olanda kök altında n-dən müsbət sonsuz olurdu. A-sı mənfi olanda 0-dan kök altında n. Bax, bu düzdür. Yef, demişdik A-ya görə tapılır. A müsbət olanda kök altında n-dən müsbət sonsuza, A mənfi olanda 0-dan kök altında n. Aydın da yazıca düşdü. N-in tapılma düsturu necə idi? N-in. Aydındır. Yaxşı, davam eləyək. Tək funksiya deyəndə nə başa düşürsünüz? Cavabın ikisi olmalı. Bax. Fx bərabər mənfi. Məsələn, x kubu funksiyası. X-in yeni 2 qoyanda cavab 8-dir. Mənfi 2 qoyanda cavab mənfi 8-dir. Verdiyim qiymətlər də əks olmalıdır. Aldığım cavablar da əks olmalıdır. Ona mən necə deyirəm onun funksiya? Yox. Verdiyim də əks, aldığım da əks. Tək. Verdiyim əks, aldığım eyni. Cüt. Verdiyim əks, aldığım dəxlisiz. Nə tək, nə cüt. Yaxşı. Cüt funksiyanın qrafiki hansı oxa nəzərən simmetrik olur? Y. X oxuna nəzərən simmetrik olan yoxdur. Bax, bir belə olurdu. Y oxuna nəzərən. Bu cüt idi. Belə olanda tək idi. Dəxlisiz olanda, yəni heç bir simmetriya olmayanda nə tək, nə cüt idi. Düşmədi? Tərs funksiya necə tapılır? Y-dən x-in yerini neyinirsiniz? Aydın da bu da olur bunun tərs funksiyası. Təkrarladaq həndəsə. Niyə qışıq burada gedirik? Birinci danışılan həndəsənin əsaslanışlarından nə qədər bəsit mövzu kimi görsəz də, keçən imtahan həndəsənin əsaslanışı hara gəldi? Ətraflıya. Ona qulaq asırsınız mənə. Nöqtə sayı verəndə nöqtə sayı n-dirsə, şu an nə olur? 2n. Bəs parça?
Sonra uyğun tərəfləri paralel və perpendikulyar olan bucaqların xassəsi nə idi? Ya cəmi yüksək. Ya bərabər olurdu, ya da cəmi yüksəsə. Nə vaxt bərabər olurdular? Eyni adlı olanda. Yəni ya hər ikisi it olmalıydı, ya da hər ikisi necə olmalıydı? Kör. Bəs yaxşı, nə vaxt cəmi 180 olur? Müxtəlif adlı olanda. Yəni biri iti, biri körsə cəmi neçə dərəcə olmalıdır sizdə? 180 dərəcə olmalıdır. Bunda qayda nə idi? Sağdaşların cəmi, soldaşların cəmi nədir? Bərabər. Bura alfa deyirəm, bura beta, bura gamma, bura fi, bura teta, bucaq qalmadı. Bir dənə də bucaq tapın mənə. Omega. Olsun əş. Deməli, sağda duranlar hansılardır? Beta, fi, omega. Solda duranlar nədir? Alfa, gamma, teta. Bunların cəmi nədir? Bir-birinə bərabər. Yaxşı, bir dənə də şaşır tipi verirəm. Qıraqların cəmi ortadakıdır. X nəyə bərabərdir? Qamma üstə. Bir dəqiqə, bura alfa deyək, bura beta. X nəyə bərabərdir? Alfa üstə cəmsin beta. Yaxşı, bir dənə də şaşır tipi. X nəyə bərabərdir? X bərabərdir, alfa üstəcəl, beta üstəcəl, gamma. Sonra bir dənə bir şey soruram. Çox maraqlı sual deyirəm sizə. Deyirəm ki, müstəvi üzərində bir dənə düz xətt vermişəm. Bu düz xəttdən eyni yarım müstəvidə yerləşən 3 dənə şüa keçir. Deyirəm ki, burada alınan 180 dərəcədən kiçik bucaqların sayını tapın. Saymaqla deyil, yolu var. 180 en küçüğü. Bəli. Demişdik ki, parça üçün 2 dənə nöqtə lazımdır. Bucaq üçün də 2 dənə şüa lazımdır. Baxıram şəklimdə neçə şüa var? 5 dənə. Onda n neçədir? 5. N vur, n çıx 1 bölü 2. Amma cavab 10 deyil, neçədir? Niyə? Çünki 1 ilə 5-in əmələ gətirdiyi açıq bucaqdır. Yəni 180. Mən şərtdə deyirəmsə 180-dən kiçik, cavabı neçə götürməlisiniz? 9. Aydın da başa düşdük bunda. Tənbələrin əsas xəssəsi nədir? Keçən səfər ətraflıya gəldi. A bölü B. A bölü X, B bölü X. Bınım. Yaxşı, medianın əsas xəssəsi bəs nədir? Medianlar kəsişir. Kəsişmə nöqtəsində təpədən başlayaraq 2-nin 1-ə nisbətində bölünür. Buradan MC nəyə bərabərdir? Kök altında nə olur? A kvadrat üstüce. 2A kvadrat. Üstüce 2 kvadrat üstüce. Bəs yaxşı, HC olsa, HC nəyə bərabərdir ixtiyari üçbucaqda? A B bölü C. C bölü C. 2 de. A B bölü C. O düzbucaqlı üçbucaqdadır, ixtiyaridə. 2S bölünsün C deyil. S nə ilə tapılırdı burada? Heronla. Heron düsturunu deyin. P vur, Petra, Petr B. P nə ilə tapılırdı? Yarım perimetr. Bəli, A üstəcəl, B üstəcəl, C bölünsün nə ilə tapılırdı? 2 ilə. İxtiyari üçbucağın böyük yeri necə tapılır? Bəs yaxşı balaca yeri? 2 üstüce. Buradakı S-lər yenə nə ilə tapılır? Yarım. İki tərəf bir bucaq verirəm, sahə düsturu. 2 de 1 A B sinüs alfa. Bəs yaxşı bir tərəf bir hündürlük verirəm. Ha, indi çıxır. İkinci keçirəm düzbucaqlı üçbucağa. Düzbucaqlı üçbucaqda sahə düsturu necə tapılır? 2'də 1 abi. 2-də 1 AB, başqasını da deyin. Sinüs alfa. 2-də 1 CHC. Buna hündürlük çəksəm, 2-də 1 CHC ilə getməz. Sual verirəm, bəs bunun HC-si nədir?
AB bölü C. Oy. Bəs MC'si nədir? Mənim ABC. S bölü 2. İyi. MC'si nədir? C bölünsün 2. İndi bunları deyin. Keçən imtahanda gəlmişdi. A, B, M, N, H. H kvadrat nəyə bərabərdir? M. Bəs A kvadrat nəyə bərabərdir? M vur M plus N. Bəs B kvadrat nəyə M bərabərdir? vur M plus N. Yaxşı, sonra keçirik. Piramida falan var. Deyəcəm. Sin alfa nəyə bərabərdir? A bölü Ə. C. Kos alfa. B bölü C. Tan alfa. Kot alfa. B bölü. Sonra şey deyib hə. Nə qaldı orada? Saç dur bir dəqiqə. Bərabər tərəfli üçbucaq. Nəyi? Sahəsi. A kvadrat kök 3 bölü 4. MHL. A kök 3 bölü 2. Böyük yeri. Bir de A kök 3 bölü 6. Yox, böyük yer 3-dür. Balaca yeri. bölü 6. Bəs yaxşı, bu bir də düsturu var MHL ilə sahə. M kvadrat böl kök 3. H kvadrat böl kök 3. Bir də L kvadrat böl kök 3. Düzdür? Sonra bir dənə şeyini deyim. Burada H nəyə bərabərdir? K üstəlik. M üstəgəl, N üstəgəl nə? K. K. Üçünün də cəminə bərabərdir. Bir də bir şey soruşum. Düzbucaqlı, üçbucaqlı böyük yer balaca yer yadımdan çıxdı bayaq. Düzbucaqlı, üçbucaqda. A üstəlik D çıx C bölü 2. Böyük C bölü 2-dir, balaca. Başı gəlbə çıx S bölü 2. Ay, sağ ol. Sonra bir şey soruşum. Üçbucaq tutaq ki, üçbucaq ixtiyaridir. İxtiyari üçbucaq üçün üçbucaq bərabərsizliyi. A üstəlik. C nədən kiçik olur? A üstəlik. Nədən böyük olur? Modulda Açıq verin. Ay, sağ ol. Bəs yaxşı desəm ki, bura alfa deyirəm. Alfa 90-dan kiçikdir. C kiçik olur nədən? Bəs böyük olur nədən? Yox, modulda açıq B-dən. Bəs alfa 90-dan böyük olsa, yəni körbucaqlı olsa. C A kvadrat kök 3 A üstəgəl B-dən kiçik olur. Bundan da böyük olur. Şşş. Sonra bəs desəm ki, obş üçbucaq itibucaqlıdır. Onda C kiçik olur. A kvadrat üstəgəl B kvadratda. Böyük olur. Kök 6-da A kvadrat çıx B kvadratda. Bu obşu itibucaqlı üçbucaq. Üçbucaq bərabər. İndi bir şey soruşum. Çox kritik bir sualdır. Sual verirəm. Düzbucaqlı üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi hara düşür? Təpə düz bucağı. Düzbucaq təpəsinə. Sual verirəm. Bunun kiçik hündürlüyü nədir? Kiçik adız. M kvadrat. Kiçik hündürlüyü böyük tərəfə çəkiləndə. HC. Bəs yaxşı, böyük hündürlüyü böyük katet, ortancılda ikinci katet, kiçik katet. Bəs yaxşı, körbucaqlı üçbucaqda hündürlüyü hara düşür? Bu da keçən imtahanda var idi. Düzdürmü? İtibucaqlı üçbucaqda daxildə olur. Mərkəzdə. Sonra keçək çevrəyə. Deyəcəm, hamısını deyəcəm. Bu bir saat olsun atım YouTube'a. Zor keçəcəm. Çık. Laz. Dur. Çevrədə. Çevrənin qövsün uzunluğu necə tapılır? Pi alfa bölü 80. S-sektor necə tapılır? Yer kvadrat alfa bölü 360. Bəs yaxşı. Halqa necə tapılır? Halqanın sahəsi. Böyük kvadrat. Pi vurulsun. Böyük kvadratsa kiçik kvadrat. Bəs halqanın qalınlığı? Yer E çıxır. çıxır. Böyük yer çıxılsın balaca yer. Sual verirəm. Çevrənin mərkəzindən vətənə endirilmiş perpendikulyarın xassəsi nədir? Vətəni 2 yerə bölür. Bəs diametr vətənə perpendikulyar olarsa? O da
2 bərabər. Bəs radius vətərə perpendikulyar olarsa, Bərabər olur. yenə vətəri 2 bərabər hissəyə bölür. Düzdür? Hamısı mərkəzdən vətərə nə endirilibsə, onu nə edir? 2 bərabər hissəyə bölür. Yaxşı. Çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunanlar nə olur? Bərabər. Çevrənin mərkəzindən toxunana çəkilmiş düz xətt. Radius perpendikulyar olur. Bəs yaxşı, bunlar arasından keçən düz xətt mərkəzdən keçərsə nə olur? Bunun qaydası nə idi? Əməl bərabərdir qayda. Bunun qaydası nə idi? M kvadrat bərabərdir n vur, n plus k. Bunun qaydası nə idi? M vur, n plus n bərabərdir k vur, k plus l. Sonra x nəyə bərabərdir? Alfa sıx beta bölücü. Bəs alfa ilə betanın cəmi sırf bu şəkil üçün neçədir? 360. Çünki tam çevrədə kəsməmişəm. Əgər kəssəydim heç nə deyə bilməzdiniz. Burada nə olur? Burada da alfa sıx beta bölücü. Bəs yaxşı, burada nə olur? Burada alfa sıx beta bölücü. Bəs yaxşı. Ey! Burada nə olur? 2 alfa. X bərabərdir alfa bölünsün 2. Belə bir şey soruşuram. Bura nə olur? Alfa. Bəs bura nə olur? Eyni qövsə sökünən daxilə seçilmiş bucaqlar nə olur? Bərabər. Yəni bu da alfa bölü 2-dir, bu da alfa bölü 2-dir. Keçən imtahan bu gəlmişdi. Sonra hər hansı bir dörd bucaqlının daxilinə çevrə çəkə bilirəmsə nə olur? A üstəgəl B bərabər olur nəyə? C üstəgəl D-yə. Buzaqların cəmi. Alfa beta deyirəm. Alfa ilə betanın cəmi nəyə bərabər olmalıdır? Xaricinə çevrə çəkə bilirəmsə cəmi nə olmalıdır? Olmadı. T-yə bərabər olur. 2'yi kök altında. R1 R2. R1, R2. Bunu qurtardım. 4 buzaqlar. Deyin görüm, bir təpədən çıxan diagonalların sayı. M vur N. Yox, bir təpə. N. N çıxış, bütün. Bütün deyəndə N vur N çıxış bölü 2. Bir də uşaqlar çaşdırıb deyəndə ki, diagonalların sayı götürürlər, birincini götürürlər. Yadınızda saxlayın. Bütün sözünün deyilməyə ehtiyacı yoxdur. Yəni deyilmir bütün diagonalların sayı. Diagonal sayı ilə bütün deməkdir. Amma bir təpə sözü mütləq deyilməlidir. Bir təpə olanda n çıxış, diagonal sayı olanda nə olur? N vur n çıxış bölü 2. Daxili bucaqların cəmi. 80 vur n çıx 2. Xarici bucaqların cəmi. Bir daxili bucağı, 180 vur n çıx 2 böl n. bir xarici bucağı. 60 bölü. Sonra düzgün altı bucaqlıda, düzgün altı bucaqlının sahəsi. Çöktüz. 6. Ya. Düzgün altı bucaqlı diagonalların hamısını çəkəndə 6 bərabər 3 bucağa bölünür. Yazırlar 6 vurulsun a kvadrat kök 3 bölü 4. O da verir 3 kök 3 a kvadrat bölü 2. Yaxşı dedim, yalnızdan çıxmış. Sonra böyük yeri necə tapılır? 2 A. Yox. Böyük yeri A-dır. Balaca yeri a kök 3 bölü 2-dir. Böyük diagonal böyük yerin 2 qatıdır. 2 adı, o da aşağı. O da kök 3, bəli. Yaxşı, sonra paralelogramın sahə düsturları. AB nə? Sonra İşte bir deyil. AH, BHB, DHD. D1 D2 Sinüs. 2'də 1, D1, D2. Sinüs qamma. Yaxşı. D1'in kvadrat üstəcə D2'nin kvadrat nəyə bərabər olur? 2 vur A kvadrat üstə.
Sonra. Ay. Rompda. Sahə düsturları. A kvadrat sinus. İkinci. D1. 2'də 1, D1, D2. Sonra biri qaldı. AH-a, B. DH-d. Balaca eri necə tapılır? B var nokta. Balaca yeri. A kvadrat. Altan. Bir də axmaq bir düsturu var idi. Düzdür? Sonra burada bir de bir şey. D1'in kvadratı üstəcə D2'in kvadratı nəyə bərabər olur? 4A kvadrat. Sonra nə qaldı? Düz buzaqlı. S nədir? A. Başqa. 2'də 1. D kvadrat. Sinüs qamma. Başqa? DH-dir. Sonra diagonal necə tapılır düz buzaqlı? A kvadrat. Kök altında. Böyük yeri. D bölü 2. Sonra kvadrat. A kvadrat sayısı. Sonra DH'de. sonra 2'də 1 D kvadrat. Diagonal nə ilə tapılır? A kök 2. Ne oldu? Böyük yeri. A kök 2 bölü 2. Böyle Nasıl olur? Balaca yeri. D bölü 2. A bölü 2. Sonra trapesiya. Sahəsi necə tapılır? A üstə gəl B. Bölü 2 buralar. Sual verirəm. Bərabər yanlı trapesiya olarsa buralar bir-birinə bərabər olur, düzdürmü? Bura 1x desəm, x necə tapılır? B çıxar. A bölü 2. Sol. Bilirsiniz ki, buralar bir-birinə bərabər olur. Böyükdən balacanı çıxıb nəyə bölürsünüz? 2-yə. Bəs yaxşı, balaca yeri necə tapılır istənilən trapesiyada? Nəyin yarısı olur? Balaca yer. Hündürlüyün yarısı. Bəs yaxşı, bərabər yanlı trapesiyada adlandırıram. Sahə necə tapılır? Bir xüsusi düstur var idi. Şey var. BS vurulsun. Ay yok. BK vurulsun KD. Onda demişdik ki, bu KD nəyə bərabər olur sizdə? Orta xəttə. Düzdür? Bəs yaxşı, bərabər yanlı trapesiyanın diagonalları perpendikular olanda hündürlüyü nə olur? Kök abi. Kök abi. A üstə gəl B bölü 2. Düzbucaqlı trapesiyada diagonallar perpendikular olanda H olur kök altında AB. Bəs yaxşı, düzbucaqlı trapesiyanın daxilinə çevrə çəkə bilirəmsə, balaca yer necə tapılır? Soracaklar zəmin. Olsun. Xüsusi düstur. Balaca yer nəyə bərabərdir? AB bölünsün A üstə gəl B-yə. Yaxşı, baxırsınız kompleks ədədlər. Z bərabər olurdu bizdə A üstə gəl B-yə. A-ya nə deyirdiniz? Herkese. B-yə Hayat. qoşması Z üstü xətt idi. Bu nəyə bərabər idi? A çıx B. A-ya deyirdiniz RZ, B-yə nə deyirdiniz? Sonra I üstü 1 nəyə bərabərdir? İyi. I üstü 2, Mənfi. I kubu, Mənfi iyi. I üstü 4, O da 1. 4'dən böyük olanda nə edirdiniz? 4'ə bölüb qalğı yazırdınız i-nin qüvvətinə. Qalıqda bunlardan biri alınırdı. Avtomatik buradakı cavablardan birini alırdınız. Bəs yaxşı, belə bir kompleks ədəd görsəz neyin yazsınız? məxrəci qoşma. Məxrəci qoşmasına vuracağıq. Həm məxrəci, həm də sürət. Valla kompleks ancaq. Hə, Tabalar lazım orada. hə? Deyirəm, deyirəm. Gəldim. Danışılan fəzada düz xətlər və müstəvilər.
Qulaq asın mənə. A, B, C. Burada deyin görüm. A, mail proyeksiya perpendikulyar soruşuram. A nədir, C nədir, B nədir? A qat etdi. A perpendikulyar, B'de proyeksiya. C mail, B də proyeksiya. Desəm ki, mailin müstəvi ilə əmələ gətirdiyi bucaq haranı götürərsiniz? Şey, C ilə B-nin arasında qalan bucağı. İkiyüzlü bucaq deyəndə nə çəkirsiniz? çok. Adi bucaq. Bu ikiyüzlü bucağın nəyi adlanır? Tili. Bəs bunlar nə idi? Tərəfi. Üzləri. İkiyüzlü bucağın buradakı bucağı həm də onun adlanır xətti bucağı. Həm deyirdim xətti bucaqdır, həm də öz bucağıdır. Yaxşı. İki kəsişən müstəvi deyəndə nə çəkirsiniz? İki kəsişən düz xətt. İki perpendikulyar müstəvi deyəndə iki perpendikulyar düz xətt çəkirsiniz. İki paralel müstəvi də deyəndə iki paralel nə çəkirsiniz? Düz xətt. Bir nöqtədən çəkilən iki mail deyəndə şəkil nə olur? Nə deyəndə belə olur? Bir nöqtədən müstəviyə çəkilən iki mail. Bu deyəndə şəklimiz olur bu formada. İndi şey deyirəm. Kub. Kubdan danışıram. Esam necə tapılır? Altı kvadrat. Esyan, Dört kvadrat kvadrat. həcm, Al. öz diaqonalı. Aç uç. Desəm oturacağın diaqonalı. Aç uç. Desəm ki bir üzü. Bir üzüm. A kvadrat. A kvadrat. Üzləri kvadratdaq. Ona görə. Bu oldu kub. Hə bir də diaqonal kəsiyi. A kvadrat kökçü. A kvadrat kökçü, bəli, düzdür. Paralelipiped, tam. Necə tapılır? S tam paralelipipeddə. 2 vur A, İki vur A, B, A, üstə C, gəl. B, B, C. C, üstə gəl. B, Yan səth. C. İki vur A, Bunu B, saymırsınız da. Yox, B, B, C, C, üstə C, gəl. A, C. Həcm, A, B, A, C. B, C. öz diaqonalı. Kökdə A kvadrat üstə gəl. B kvadrat üstə gəl. C kvadrat. Oturacağın diaqonalı. Da A kvadrat üstə gəl. B kvadrat kökdə. Bəs diaqonal kəsiyi, Ya da deyəsən diaqonalı, Altı vur kökçü. diaqonalı vurulsun C, hündürlük. Yaxşı, prizmanın həcmi, prizmanın. S oturacaq vur H. S oturacaq necə tapılır? 2-də 1 P P. oturacaq. Oturacaqdakı fiqur nədirsə elə tapılır deməlisiniz. Çünki oturacaqdakı fiquru bilmirsiniz. Kvadrat 4 bucaqlı da prizma ola bilər, 3 bucaqlı da ola bilər, 5 bucaqlı da ola bilər. Oturacaqdakı fiqur nədirsə odur. S-yan necə tapılır? Prizmada. P oturacaq vur H. Oturacaqdakı fiqur nədirsə odur. Sonra prizmanın tam səthi. S-yan üstə gəlsin. 2S oturacaq, üstə gəlsin S-yan. Piramidada həcm. O da S. Qabaqda nə olurdu? P oturacaq. 2. Üstə 1. S-yan. P oturacaq. 2-də 1 P oturacaq. Vur haşap. Haşap nə idi? Apofem. Apofem nə idi? Yan üzün hündürlüyü. S tam. S oturacaq üstə eləsin. İndi bir dənə bir söz soruşum. Desəm ki, 2 dənə piramida oxşardır. Oxşar piramidalarda hündürlüklərlə sahələr arasında nə deyə bilərsiniz əlaqəni? Sahələrin Kvadrat. nisbətin kvadrat. Bəli. Bəs həcmlərlə hündürlüklər? Kubda. Bərabər. Hündürlüklər nisbətin nəyi? Kubu verir nəyi? Həcmlər nisbətini. Oxşarlıqda xətti ölçülərin bütün nisbətləri bərabərdir. Sahələr nisbəti digər nisbətlərin kvadratıdır. Həcmlər nisbəti digər nisbətlərin nəyidir? Kubudur. Silindir. S oturacaq nədir? Oturacağı nədir silindirin? Pi r kvadrat. Həcmi Həcmi. pi r kvadrat vur nə? H. S tam. O da 2 P R H. 2 pi r vurulsun. R plus H. Və ya 2 S oturacaq üstə ilə S-yandan tapa bilərsiniz. S-yan 2 pi r H. S ox kəsiyi P bu da R 2 RH. 2 r H. Bunun arasında demişdim bir dənə pi fərqlənir. Konusda
S oturacaq pi r kvadratıdır. Həcmi deyil. Pi kvadrat vursun. Üstə 1 Pi r. pi r kvadrat vur h. S tam İşte bir pi vursun. pi r kvadrat üstəcə pi r l. Pi r l nə idi? S yan. L nədir orada? L nədir? Adı var idi. D ilə başlayırdı. Doğru. Qövs deyil canım. Ana qövs. S ox kəsiyi. RH. RH. Yaxşı, bərabər tərəfli silindr deyəndə nə başa düşürsünüz? H bərabər 2. Bəli, ox kəsiyi nə olan, kvadrat olan silindr bərabər tərəfli silindirdir. Sonra mövzu deyin. Nasıl istəyirəm düşəcəm? Bilmirəm, birdən düşər. Keçmə. Sonra gəl. Sən olursan, sağlayayım. Vektorun uzunluğu necə tapılır? Birinci onu deyin. X1 üstə X1. Kök altında koordinatların nəyi? Kvadratları cəmi. Sual verirəm. Bu iki vektorun cəmi necə tapılacaq? Yox, cəmi. Birinci ilə birincini toplayırsan, ikinci ilə də ikincini. Çıxanda da normal şəkildə çıxırsınız. Eyni istiqamətli vektorlar deyəndə nə başa düşürsünüz? Yox. Məsələn, 2, 3 ilə 4, 6 sual verirəm. Eyni istiqamətlidir. Yox, mən 2 nədir fərq? Yox. Eyni istiqamətli bilsən nədir? Məsələn, bu, bir də bu. Görsən? Məsələn, uzunluq artır, amma istiqamət dəyişmir. Düzdür? Əgər müsbət ədədə vururamsa hər ikisini, onda olur eyni istiqamətli. Mənfiyə vururamsa nə olur sizdə? Əks istiqamətli. Paralellik şərti nədir? Kalinyarlıq şərti, vektorun. X1 çıxır. X1 bölü X2 bərabər olmalıdır nəyə? Y1 bölü Y2-yə. Bəs yaxşı, perpendikulyarlıq şərti nədir? Skaler asil 0 olmalıdır. Skaler asil birincini birinciyə vuram, ikincini ikinciyə vuram, toplayıram. Bu sıfıra bərabər olanda deyirsiniz bu vektorlar necədir? Perpendikulardır. Yaxşı, skaler asilin ikinci bir dənə düsturu var deyil, uzunluq verəndə. Bu necə idi? Kök altındaydı. Modul A vurulsun modul B, vurulsun onlar arasındakı bucağın kosinus. Yəni nəyə bərabərdir? Vurulsun kosinus alfaya. Sonra Modla ilə modul bilmir. uzunluğu da özü verir. Deyir, anın uzunluğu 3'dür, beyin uzunluğu 5'dir. Elə. Sonra bir dəqiqə, tələsməyin beynimə salım. Hə, şey deyin. Çevrənin tənliyi. Çevrənin tənliyi. X sıfırın kvadratı üstə X sıfırın kvadratı. Y kvadrat. Burada aynen B nədir? Kökü. Çevrənin mərkəzi. R nədir? Radius. Çevrənin radisi. Desəm ki, çevrə koordinat başlanğıcından keçir. X nə Y sıfır. X kvadrat üstəcə Y kvadrat bərabər olur nəyə? R kvadratı. Bu da koordinat başlanğıcından keçən çevrənin nə idi? Tənliyi. Sonra deməli, natural ədədlərdə SMB necə tapılırdı? Natural bölənlərin sayı. Qüvvətlərin üstünə bir gəlib Vururdu. hasil tapırdım. Zəkərlər. Məmmədliylər. Bu sizin istəyirsiniz. Sonra SKS necə tapılırdı? N vurulsun. Hı. Bizdə 1 çıx 1 bölü A. hə 1 çıx 1 böl B. Sual verirəm. SKS-ni nə vaxt tapırsınız? Natural ədəddən kiçik və onunla qarşılıqlı sadə olan ədədlərin sayıdır. Nə vaxt tapırıq? Deyəndə ki, məxrəci 120 olan neçə ixtisar olunmayan düzgün kəsir var. Bəs olunanların sayı necə tapılır? İxtisar olunanların. 1 çıxır desən. Ümumidən SKS-ni çıxıb, bir dənə nə çıxırsınız? 1 çıxırsınız, verir onda sizə nəyi? Olunanları. Sonra canım desin. Əşob abi vurulsun Əbab abi nəyə verir? AB. Əşoba baba böləndə Orta olmayan sadəlik. ay sağ. Bəs yaxşı. Aynen B qarşılıqlı sadədir. Əşob nədir? 1 AB. AB. Əbab nədir? 1. A ədədi B ədədinə bölünür. A bölünən, B bölən. Əşob nədir? Əbab nədir? Əşob A-dır, yəni bölünən. Əbab nədir? Bölən, yəni B-dir. Sonra. Faizdə. Qatlıq faizi necə tapılır? M maddə bilməsə M məhlul vurulsun. Vurulsun 100. İki məhlul qarışdırdıqda
Omega yox. Omega 1 üstə omega 1 M1 üstə omega 2 M2 bölünsün M1 plus M2. Belə. Buradakı omegalar nələrdir? Faizlər. M'lər nələrdir? Məhlulların kütlələri. Yaxşı, bir də hamının yaralı yeri olan bir şeydən danışacağım. Nə vaxt salıram bilmirlər. Ədədin tam və kəsr hissəsi necə tapılır? Ədədin tam hissəsi ədədi aşmayan ən böyük tam ədədi deyilir. Ədədin kəsr hissəsi isə ədədin özü ilə tam hissəsinin fərqinə deyilir. İndi bunlardan necə tapılır? Birinci, kök altında 29-dan təqribi bir qiymət çıxardırsınız. Məsələn, 5 nə qədərsə? Eləyir neçə? 2,3. Bu hansı iki ədəd arasında yerləşir? Onda tam hissəsi neçədir? 2. Kəsr hissəsini tapanda isə ədədi olduğu kimi köçürdürsünüz. Tam hissəni çıxırsınız. Ədədin standart şəkli nədir? Bu M olmalıdır, qiymətli isə bu olmalıdır 1 10 aralığında. N isə olmalıdır tərtib. Tərtib isə Z-dir. Yəni istənilən tam ədəd ola bilər. Mənfi, müsbət, fərq yoxdur. 0. Tam ədəd istənilən ola bilər. Amma M mütləq hansı aralıqda olmalıdır? 1 ilə 10 aralığında olmalıdır. Qoy yerinə. Çoxədlinin dərəcəsi necə tapılır? Onun ən böyük qüvvəti. Çoxədliyə daxil olan ən yüksək dərəcəli bir ədlinin dərəcəsi nə idi? Çoxədlinin dərəcəsi. Bəs sərbəstəddir? Yanı dəyişən olmuyor. Bəli, dəyişənsiz olan hədd bizdə nədir? Sərbəstədir. Və ya sərbəstəddir tapanda dəyişənlərin yerinə nə qoyursunuz? 0. İki çoxədli bir-birinə nə vaxt bərabər olar? Əmsalları eyni olarsa. Məsələn, tutaq ki, belə yazıram. Bu çoxədlilər nə vaxt bərabər olar? K çıxı 2 olmalıdır 9. B-də neçə olmalıdır? 3. Məsələn, bura əlavə olaraq belə bir şey yatıram. Onda bunu nə götürəsiniz? 0. Çünki sol tərəfdə yoxdur. Varsa əmsalları eyniləşdir, yoxdursa neynə? Yoxa çıxart. Yəni, əmsalından götür, 0 götür. Sonra, onun köməkçisini deyin görüm. 2 dənədir. A üstəgəl B-nin. 4 AB olan budur. A üstəgəl B-nin kvadratı bərabərdir. A çıx B-nin kvadratı üstəgəlsindən 4 AB. Yaxşı, kubların köməkçisini deyin. A kvadrat üstü. Yox. A üstəgəl B kvadrat. A üstəgəl B kub. Sonra Çıxılsın. çək. Aydındır. Bəs yaxşı çıxma olan da. Tərs. Açıq B, açıq B. Sonra bunu deyin. Köməkçisini. A plus 1 böl A'nın Kubu çıxılsın. sayısını 3 vurulsun A plus 1 böl. Orada hasil gedir ixtisara. Düzdür. Bir dənə misal tipi deyirəm. Bunu necə taparsınız? Burada x1 plus x2 üstü, x1 bu x2 də 5'dir. Yuxarının birinci hər tərəfini nəyə bölürsünüz? X-ə. 5 bölü x yaransın deyə. X üstəgəl 5 bölü x bərabərdir mənfi 3. Bunu da köməkçiyini açıram. Sən belə xəyal eləməmişdin? Ondan sonra üst tərəfə kvadratı üstəsi olar. Hansını? Bu üst tərəf. Hə, olur. Aydındır. Hə. Növbəti. Deməli. Nə səsi bölmüşsün? Nəyə bərabərdir? A M-ninci dərəcədən kök altına nə? A. Yaxşı.
deyirəm ki, A M üstəgəl N-dir, B də deyirəm M vur N-dir. Cavab nə idi? Kök altında kök. Kökəm plus minus kök altında N. Bu düsturun adı nə idi? Mürəkkəb Kök kök. kök oldu. İndi bir dənə misal verirəm, deyin. Bunun cavabı nə olacaq? Hasil 3 olmalı, cəmi 4. Cavab 3-dən 1 də kök 3 üstəcə 1. Kök 1. kök üstəgəl kök 1, yəni 1. Aydındır. Hansı mövzu qaldı? Saçdırım ki, bax. Hərəkət hissəsini deməmişim. Qulaq asın mənə. X oxuna nəzərəm köçürəndə nə olur? X qalır. X qalır, y tərsinə bir. Y oxuna nəzərəm köçürəndə hərəkətdir. Hərəkətdir da bu da. X qalır, x 8-də. Burada heç dəyişməz vaxtı demədiniz. Hə. Deməli X dəyişir, Y qalır. Y oxuna nəzərən olanda. Koordinat başlanğıcına. İkisi də dəyişir. Y bərabərdir X düz xəttinə. Beraber. Nöqtələrin yeri dəyişir. Y bərabərdir mənfi X olanda. Menfi. Yaxşı, X bərabərdir A-ya nəzərən. 2 6. X, Y. Y bərabərdir B-yə nəzərən. X 2 B çıxır. Parçanın orta nöqtəsi necə tapılır? X-lə X1 ilə X2-ni toplayıb 2-yə bölür, Y2. 1-lə də Y2-ni toplayıb 2-yə bölür. Və bir dənə kritik sual verirəm. İki nöqtə hansı nöqtəyə nəzərən simmetrik olur? Y. Orta nöqtəyə nəzərən. Nə demişdim? Qatlayanda üst-üstə düşsün. Orta olmalı ki, qatlayanda nə olsun? Bunlar üst-üstə düşü versinlər. Deməli belə, baxırsınız bura. AX bərabər B-də nə vaxt sonsuz sayda həlli var? B sıfır. A da 0, B də 0. Nə vaxt həlli yoxdur? A sıfır beraber. B hiç A0, sıfır. B0. A 0-dan fərqli, B 0. Bəs yaxşı, nə vaxt, səhv yazdım bunu. A 0, B 0-dan fərqli olan. Ben öyle demiştim. Nə vaxt yeganə həlli var? Hamısı A0'dan sıfıra fərqli. A 0-dan fərqli olanlar. B 0 ola bilər. Yaxşı, şey deyin. AX kvadrat üstəcə BX üstəcə C-də. Nə vaxt iki müxtəlif kökü var? Riskimdən 0-dan 1. Nə vaxt 2 bərabər kökü var? 0 olanda. Nə vaxt həqiqi kökü yoxdur? V-ə görə cəm nədir? Mənfi. Mənfi P. Hasil nədir? Yaxşı, rasional əmsallı sözün mənası nədir? Yəni ki, xəyali ədəd ola bilməz. P ilə Q necə ədəd olsun? Olsun. Rasional ədəd. İndi mənə baxın, köklərdən biri bunu versəm, o biri nə olacaq? 4 üstəcək kök. Bunun qoşması. Tənlər sistemin nə vaxt sonsuz sayda həlli var? A1 bölü A2, B1 bölü B2, C1 bölü C2. Yəni 3 nisbətdə bir-birinə bərabər olanda. Nə vaxt həlli yoxdur? Üçüncü fərqli olanda. Nə vaxt iki müxtəlif yeganə həlli var? Birinci ilə ikinci bir-birindən fərqli olanda. C1 ilə dəyişir, bərabər olmalıdırlar da. Bərabərsin hər tərəfi müsbətlə böləndə nə olur? Neyini? İşarə olduğu kimi qalır. Bəs mənfədə də böləndə? İşarə dəyişir. İşarə əksinə dəyişir. Belə bir şey qabağınıza çıxsa nə edərsiniz? Hər tərəfi nəyə vurarsınız? 6-ya. 6. 6. Açalarız. Ödəməyən deyəndə nə olur? Böyüksə. Kiçik bərabər. Kiçik bərabər, kiçikdirsə. Böyük bərabər. Böyük bərabərdirsə. Kiçikdir. Kiçik bərabərdirsə. Böyük. Modul bərabərsizlərdə necə olur işarə kiçik olanda? Bir dəfə olduğu kimi yazıb, olduğu kimi atırıq. Bir dəfə də tərsinə də, işarə nə dəyişir, dəyişir. Bəs mötərizə birləşmə olur, kəsişmə. İşarə kiçikdirsə. Kiçikdirsə kəsişmə. Bəs yaxşı belə olsaydı birləşmə, yəni heyət. Ümumiyyətlə bu mötərizəni görəndə nə edirsiniz?
Birləşdirir. birləşdirirsiniz. Bu mötərizəni görəndə kəsişdirirsiniz. İkiqat bərabər hissələrdə interval. x vur y necə tapılır? Tərəf-tərəfə bölgü. Tərəf-tərəf. Toplamasında, Tərəf-tərəf toplayırıq. bölməsində, Çarpaz bölürük. çarpaz bölü, çıxmasında Çarpaz çıxarır. axın ilə sürət necə tapılır? V üstə. Katerlə çayın nəyi? Axına qarşı sürət. İkisinin də xətt məsələsi düşmüşdü. Bir orada tezdən salınır. Saç durub deyil. Bu sual deyil.